Hamınızı salam. Bugün sizlərlə və Xatirə ilə bərabər Çindəyik. Maraqlı dükanlar və milli geyimlər, üstəgəldə maraqlı təamlar sınadıq. Bunların içində ən sevdiyimiz maraqlı baş aksesuarları idi. Burada gedirik, gəzirik, buranı heç gəlməmişik və tanımırıq. Burada gəzirik və ac olduğumuza görə, təyyarədən yeni endiyimizə görə deyirik ki, bir yemək məkanına gedək və gəlirik bura. Ac olduğumuz üçün gəlib tez otururuq. Yerləşirik bura. Burada yeməkləri sınayırıq və yeməklərə verəcəyimiz puanlar budur. Sonra çıxırıq məkandan. Bəli, biz çox oturduq, lakin hər məqamı çəkmədim. Burada gəlirik bura və qiymətlər bizi şok edir. Nəysə deyib, aksesuar məkanına gəlirik. Burada hər cür aksesuarlar var idi. Saç, baş, papaqlar və s. Hər şeyi çox bəyəndik. Burada gül denəyirəm və biz bunu aldıq. Xatirədən mən də aldıq. Qış papağı mövzusu idi. Sonra mən gəlib burada keçi buynuzlar denəyirəm. Adı gül buynuzlar idi. Sonra xatirənki var idi. Sonra ikimiz də Çin tacı adlanan belə bir aksesuar denədik və qış papaqlar denədik. Yenə burada da bayağı bir vaxt keçirmişdik, amma çəkmədim. İkimiz də bu gün aksesuarlarını götürdük və çıxdıq. Növbəti məkanı isə fişəng partladan məkanı idi. Əslində yeni ildə mən fişəngləri və partladanları buradan zakas vermişdim, lakin yenə də gəzməyi istədik. Burada bir partladırıq. İkimiz də eyni anda partlatdıq. Sonra gəldik paltar mağazasına. Burada geyinmişik belə. Burada belə bir dənə poz verirəm. Çox qəşəng və maraqlı yer idi. Xatirə də gəldi. Yenə buradakı paltarlara da 10 üzərindən puanlar verdik. Çox bəyənmədim, amma belə yəni normal idi. Ən çox pəmbəni bəyəndim. Yəni şirin bir modu var idi. Bu vloqu burada sonlandırıram. Növbəti vloq isə Fransa, Paris olacaq. Sağ olun.